Bu tip xəbərləri qaçırmamaq üçün kanala abunə olub, videonu bəyənməyi unutmayın. Azərbaycanda pensiya ödənişləri ilə bağlı yeni məlumat açıqlanıb. Əmək və əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən son ödəniş mərhələsində Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə aprel ayına aid pensiyalar vətəndaşların bank kartlarına köçürülüb. Bu xəbəri eşidən minlərlə pensiyaçı artıq öz vəsaitini bankomatlar vasitəsilə əldə etməyə başlayıb. Məlumata əsasən ölkənin digər bölgələrində yaşayan vətəndaşların pensiya ödəyişləri isə yaxın günlərdə həyata keçiriləcək. Eyni zamanda güzəştli şərtlərlə pensiya hüququ qazanan şəxslərin də ödənişləri həmin tarixdə veriləcək. Bu qərar bölgələr üzrə ödəniş prosesinin mərhələli şəkildə aparılması ilə əlaqədardır. Hazırda bir çox vətəndaş pensiyaların nə vaxt veriləcəyini maraqla gözləyir. Xüsusilə rayonlarda yaşayan insanlar üçün bu ödənişlər gündəlik ehtiyacların qarşılanması baxımından mühüm əhəmiyyət daşıyır. Ekspertlər bildirirlər ki, pensiyaların vaxtında köçürülməsi insanların sosial rifahına birbaşa təsir göstərən əsas amillərdən biridir. Bildirilir ki, digər şəhər və rayonlarda yaşayan pensiyaçılar yaxın günlərdə öz vəsaitlərini bank kartlarında görə biləcəklər. Ödənişlər tamamlandıqdan sonra vətəndaşlar bankomatlara yaxınlaşaraq məbləği nağd şəkildə çıxara bilərlər. Bunun üçün əlavə müraciətə və ya xüsusi prosedura ehtiyac yoxdur. Bu dövrlərdə pensiya sistemi ilə bağlı aparılan yeniliklər də vətəndaşların diqqət mərkəzindədir. Elektron xidmətlərin genişləndirilməsi, ödənişlərin daha sürətli həyata keçirilməsi və sosial təminat sisteminin gücləndirilməsi istiqamətində müxtəlif addımlar atılır. Mütəxəssislər hesab edir ki, bu dəyişikliklər gələcəkdə vətəndaşların xidmətlərdən daha rahat istifadə etməsinə imkan yaradacaq. Pensiya alan şəxslərə tövsiyə olunur ki, bank kartlarının təhlükəsizliyinə diqqət yetirsinlər və kart məlumatlarını heç kimlə paylaşmasınlar. Xüsusilə son dövrlərdə telefon zəngləri və saxta mesajlar vasitəsilə insanları aldatmağa çalışan halların artdığı bildirilir. Bu səbəbdən vətəndaşların diqqətli olması vacib hesab olunur. Digər tərəfdən sosial ödənişlərin vaxtında verilməsi ailələrin büdcəsinə də müsbət təsir edir. Bir çox ailələr gündəlik xərclərini, dərman və kommunal ödənişlərini məhz pensiya hesabına qarşılayır. Buna görə də ödəniş günləri insanlar üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda pensiya alan vətəndaşlar ödənişlərin tam şəkildə hesablarına köçürülməsini gözləyirlər. Rəsmi qurumlar isə bildirirlər ki, proses planlaşdırılmış qaydada davam edir və bütün vətəndaşların ödənişləri mərhələli şəkildə təmin olunacaq. Ən son sosial xəbərləri izləmək üçün kanalımıza abunə olun, videonu bəyənin və fikirlərinizi şərhlərdə bizimlə bölüşün.